آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bəhsimiz üçüncü yoldaydı, ittirad yolundaydı. İttirad yoluyla həqiqətin məcazdan ayırt edilməsi məsələsindəydi. Şeyx Cəfər Sübhani ağa buyurdu ki, üsulçular bu cür dəlil gətiriblər, bu cür rədd eləyiblər, həm dəlillərlə, həm də rəddi ilə tanış oldu. Bir ki, hâzâ kulluhu havlə təqriril qavm. Bütün bu dediklərimiz qovmun, yəni üsulçuların təqriri əsasındaydı. Keçindi və lakin nədən öz dəlilin deyir? Əgər məndən soruşsanız, mən deyərdim ki, bu yolların ən yaxşısı, ən faydalısı, ən nacihi və ən naci'i, hamısından gözəli, elə bu ittirad yoludur. Xüsusən də əcnəbilər üçün, əgər bir qeyri-ərəb, ərəb dilində bir sözün həqiqi ya məcazi mənasını axtarırsa, ən yaxşı yol ittirad yoludur. İstər təbadurdan, istər sihhətül həmildən, ya məsələn deyə sonraki gələcək üləmanın, qrammatika alimlərinin, lüğət alimlərinin sözündən bu dörd yolun ən yaxşısı nədir? Şeyx Sübhanın yanında ittirad yoludur və zahirən də şeyxin bu sözü ilə mən razılaşıram ki, ən gözəl yol elə ittirad yoludur. وَلَكِنَّ التَّحْقِيقِ إِنَّ الْعَلَامَ الْمُفِيدَ الَّتِي يَدُورُ عَلَى كَشْفُ الْحَقِيقَ. Əslində deyir, o əlamət ki, faydalıdır, ən faydalı əlamət, hansı ki, həqiqətin kəşf edilməsi onun ətrafında dolanır və o həqiqətin və təmyizuha və həmən həqiqətin ayırt edilməsi, nədən ayırt edilməsi? Anil məcaz, məcazi istemaldan ayırt edilməsi, hiyə hâzihil əlamə, bu əlamətdir, yəni bu üçüncüsüdür. Və lakinnəl qavm ənarəllahu burhanəhum, amma bu üsulçular, Allah təala onların dəlillərin güclü eləsin, parlaq eləsin, dua eləyir onlar üçün. Ləm yu'tu lil məsələti haqqən nazar. Bu məsələyə lazımınca dəyər verməyiblər, onun haqqını verməyiblər. Və ləv əm'anu fiha, əgər biraz dərindən bu məsələdə düşünsəydilər, ləəz'anu bi ənəhu min əncə'il əlaim və əşməliha. Bu əlamətlərin ən faydalısı və ən geniş yayılmışlığı şamilidir. Və zəlikə ennəl cahilə bil-lüğə, bir dilə cahil olan şəxs, yəni qeyri-ərəb məsələn, İzə əradə ən yərifə məanil lüğatil əcnəbiyyə, öyrənmək istədiyi əcnəbi bir dilin sözlərinin mənası ilə tanış olmaq istəyərkən, kimdən? Min əhlil lisan, həmən xalqın özündən, öz dilində işlənən sözlərin mənasını ayırt etmək üçün neynir? Fəleysə ləhu tariqun illəl istima fi məqamatin müxtəlifə. Həmən o əcnəbinin, o dildə danışanların sözlərinə diqqət etməkdən başqa çıxış yolu yoxdur. Yəni, yeganə yol ondan ibarətdir. Fəleysə ləhu tariqun illəl istima. Onun dinləməkdən başqa yolu yoxdur. Biz Azərbaycanlı olaraq deyə gəldik ərəblərin içinə. İstəyirik sözlərin mənasını araşdıraq, mənasını bilək. Ən yaxşı yol nədir? Görürəm ki, bu ərəblər hansı sözü harda işlədirlər? Bir nəfər ərəb gəldi Azərbaycan dilini öyrənmək istəyir. Baxmalı görüm, Azərbaycanlar hansı sözü necə işlədirlər? Ən yaxşı yol budur. Və zəlikə ennəl cahilə bil-lüğə izə əradən yərifə məanil lüğatil əcnəbiyyə min əhlil lisan. Əgər bir dənə əcnəbi şəxs bir dilin nümayəndələrinin işlətdiyi sözlərlə tanış olmaq istəyirsə, fəleysə ləhu tariqun illəl istima fi məqamatin müxtəlifə. Onun başqa yolu yoxdur. Yalnız bu yolla hasil eləyə bilər ki, çoxlu dinləmə aparsın, dinləsin. Nəyi? Fi məqamatin müxtəlifə. Müxtəlif mövqelərdə li məhmulatin ədidə ələ mövduin vahid. Eyni bir mövzuya, eyni bir mübtədaya həml olunan xəbərləri çoxlu dinləsin. Görsün ki, həmən o mübtəda barəsində hansı xəbərləri verirlər, həmən mövzuya hansı şeyləri həml edirlər, nəyi məhmul edirlər onun üçün. Misal verin, kəma izə rə'a, ərəb dilindən misal verir.
Kəma izə ra ennəl fəqihə yəqul. Əgər bir nəfər gəldi ərəb dili ilə tanış olmaq istəyir, baxıb görsə ki, fəqih, yəni din alimi, müctəhid deyir ki, əl-mə'u tahirun və mutahhir. Əl-mə'u tahirun və mutahhir. Əv qalilun əv kəsir. Görür ki, müctəhid belə deyir. Su pakdır və pak edicidir. Su ya az sudur, ya yəni qalil sudur, ya da kəsir sudur, çox sudur, çürürüdür. Bu oldu kimin sözü? Fəqihin. Gördü ki, əlma sözün, su sözün mövzu elədi, yəni mübtəda elədi. Dalıcan xəbərlər gətirdi. Əl-ma'u qalilun, əl-ma'u kəsirun, əl-ma'u tahirun, əl-ma'u mutahhirun, əl-ma'u rakidun, əl-ma'u kəza, əl-ma. Ma sözün mövzu qərar verdi, onun üçün məhmullar düzəltdi. Keçirdi başqa bir sahəyə, məsələn kimya sahəsinə. Görür ki, kimya alimi belə deyir. Əl-ma'u ratibun səyyal. Ratibun səyyal. Gör kimyası deyir ki, su deməli ratbdir, nəmişkəndir və axıcıdır. Niyə görə dedik nəmişkəndir? Çünki bəzi axıcılar var, nəmişkən olmurlar. Məsələn, civə axıcıdır, amma əlvə vursan əlvə yaş eləməz. Su isə nədir? Həm axıcıdır, mayedir, həm də ki, yaşdır, rütubəti vardır. Bu oldu kimyasının sözü. O da əlma sözün mübtəda qərar verdi, mövzu qərar verdi, dalıcan xəbərin gətirdi, dalıcan məhmul həmlədi ki, əlma'u ratbun səyyal. Vəl fizyavi, getdi fizika aliminin yanına, gördü ki, əlma'u la ləvnələh. Görür fizikasında ki, su elə bir maddədir ki, onun rəngi yoxdur, şəffaf maddə, su şəffaf maddədir. Və rə'a ittiradəhu fil mövdu'l xas. Gördü ki, bunlar ittirad vardı. Yəni bu su sözü fəqihin də dediyi suya şamil olur, kimyaçının da, fizikaçının da, cəmaatının da hamısına su deyilir. Yuhdisu ennel lafza mevduun, yuhdis yəni hədis vurur. Hədis yəni zihndə bu qərara gəlir ki, ennel lafza mevduun, lafzu həmin o lafz, yəni ma sözü, o lafz vəz olunub əla məstə'milə fi hazil məvarid. Bu mövridlərin hamısının işlənəcəyi yerində. Yəni su sözü bu mövridlərin hamısı üçün işlənən yer üçün o ad qoyulubdur. Li'annel musahhih, yəni vəz mövzuun, yəni vəz olunubdur. Vəzi nədən tapdı? İttiraddan tapdı. Gördü fəqihin də sözündə, kimyasının da sözündə, fizikasının da sözündə eyni şeyə ma deyirlər, eyni həmin o mayeyə ma deyirlər. Başa düşdü ki, bunun üçün vəz hasıl olmuşmuş, vəz baş vermişmiş, vəz varmış. Li'annel musahhihə immel vəz əv ilə əlaqə. Çünki deyir, bir sözün bir mənada işlənməsini düzgün eləyən şey, təshih eləyən musahhih, ya o sözün o məna üçün vəz olunmağıdır, yaxud da ki, həmən sözlə həmən məna arasında bir bağlılıq, bir oxşarlıq vardır, əlaqə vardır. Necə ki, məcazi istemallarda deyirik, niyə görə şücaətli kişiyə, pəhləvan adama əsəd deyirlər? Çünki əsəd də yırtıcıdır, bu da məsələn düşmənləri o cür parçalayır döyüş meydanında. Elə, deməli onda bir əlaqə var. O həzi yırtıcı aslanla həmən bu pəhləvanın arasında nəyi vardı? Bir əlaqə vardı, bir əlamət vardı. Li'annel musahhih, həmən o sözün bir mənada işlənməsini təshih eləyən amil, imməl vəz' əv əlaqə, ya onun vəz olunubdu onun üçün, ya da ki əlaqə vardı. Və thani la ittiradə fih. İkincində, yəni əlaqədə, yəni məcazi istemallardakı əlaqə əsasdır. Orada ittirad yoxdur. Bir dəfə işlənə bilir, bir dəfə işlənə bilmir. Əgərsə iki haldan kənardır, ya vəz idi, ya əlaqə, əlaqədə ittirad olmadığı üçün onda vəz öz-özündən sabit olacaq. Maniyyətul xuluvdur sanki, iki ehtimaldan biridir. Vəl məfrud ənəhu muttaridun, fərzimizdə budur ki, ittirad var. Fəqihin də dilində, cəmaatın da dilində, kimyasının da dilində, fizikasının da dilində həmən şeyə su deyirlər. O ittiraddan başa düşürük ki, ənəhu muttaridun fətəəyyənəl əvvəl, onda əvvəlinci, yəni vəz sabit olur. Həmən ittiraddan vəz kəşf elədik ki, onda həqiqət mənasında həmən o maye üçün su sözün, ma sözün ərəb dilində vəz eləmişmişlər. Bu ki, və həzə huvə tariqur raic fi təhsilil məanil lüğat. Lüğətlərin mənasını təhsil eləməkdir, yəni hər hansı bir dildə sözlərin mənasını əldə eləmək üçün ən geniş yayılmış yol elə bu yoldur. Və alə zəlikə buniyə mənhəcü təfsir əl-bəyani.
Hemen bunun üzerinde tefsir beyanı, tefsirin ki növləri vardı, tefsir tərtibi, tefsir nə bilim mövzu, nə bilim nə cür belə tefsir növləri var. Hemen tefsir beyanı ilə bunun üzərində qurulub. Yəni tətəbbü eləyir, istimal mouridlərini tətəbbü eləyir, oradan çıxardır ki, hansı həqiqi mənasıymış, hansı istimali və məcazi mənasıymış. Və alə zəlikə bunyə mənhəcü təfsiril beyanı. Tefsir beyanı ki, tefsirin növlərindən biridir, bir mənhəzdir, bir üslubdur. Bu təriqin üzərində qurulubdur. Fi təhqiqi kəlimat-i zikril həkim. Allah Taala'nın zikril həkim, Quran-ı Kərimin kəlmələrinin mənasını düzgün tapıb çıxartmaq üçün bir yoldur. Belə deyək də, axtarır, araşdırır bir sözləri harda istemal olunub, oradan yekun nəticə alır. Heysu tətəbbə məvarid istimalil lafz fil Quran ilə istixracil mənəl həqiqilə. Belə ki, bir nəfər həmən o alim durur, Quran-ı Kərimdə həmən sözün istemal yerlərini bir çıxardır və ondan nəticə alır və bilir ki, sözün həqiqi mənası hansıymış. Və qəd zəkərna lizalikə misalən fil mucəz fəlahid. Mucəz yəni birinci hissədə, kitabın birinci hissəsi Əl-Mucəz fi elmil usulüdür. Orada deyir ki, bir misal vurmuşdum onu. Ora bax ki. Bu da oldu üçüncü yolumuz. Keçirik dördüncü yola, tansisu əhlil lüğə. Lüğət alimlərinin, qrammatika alimlərinin, lüğət alimlərinin, o ki, sözlərin mənasını toplayan, sılavar toplayan alimlər ki, var, lüğət alimləri, onların verdiyi məlumat. Tutaq ki, deyək, qədim lüğət alimləri deyir ki, məsələn, əlma sözü vəz olunubdur su üçün. Ondan sonra deyək, başqa şeydə də işlənib. Ya məsələn, əsəd sözü vəz olunubdur. Həmən o yırtıcı heyvan üçün, sonra şücətli pəhləvan, şücətli qəhrəman mənasında da işlənibdir. Bunu nəss eləyiblər, əhl-i lüğə nəss eləyir. قد ذكروا أن تنصيص أهل اللغة من أسباب التعرف على الوضع وتمييز الحقيقة عن المجاز. Zikr eləyiblər ki, lüğət alimlərinin nəssi, tənsisi, nəss etməsi həqiqi mənanı məcazi mənadan tanıyıb ayırt etmək üçün olan səbəblərdən və yollardan biridir. Deməli, lüğət alimləri deyiblər ki, məsələn, filan sözün mənası, həqiqi mənası budur, filan sözün məcazi mənası budur. Bu bir yoldur ki, biz onların dediyi, verdiyi məlumatlar əsasında həqiqi mənanı məcazi mənadan tanıyaq və ayırt edək. Bu bir yoldur. Belə deyiblər. Və qəd üstüşkilə aleyh. Buna bir işgal olunubdur. Bi ənə deydən əhlil lüğə bəyanul müstəməli fihillə əl-məvluləh. Deyir ki, bu sözə irad tutublar, işgal eləyiblər. Niyə? Deyiblər ki, bizim istədiyimiz budur ki, həqiqi mənanı məcazi mənadan ayırt edə bilək. Amma lüğət alimləri istimalları bəyan eləyir. İbn Mənzuri olsun, ya nə bilim, Tacül Ərusun sahibi olsun, Zübeydisi, nə bilim kimi, Cəvhərisi olsun. Bunlar ərəb dilində sözün işlənmə yerini tapırlar. Məsələn, tutaq ki, deyir, eyn sözü qabağında yazır, bulaq, eyn, nə bilim deyə, qızıl, eyn, cariyə, eyn, casus, eyn, nə bilim, nə. Çıxartdı 15 dənə 20 dənə məna çıxartdı. Bu istemallardır. Gəzib görüb ki, ərəb qəbilələri, ərəb xalqı filan sözü filan mənada işləyir, götürüb lüğətli kitabına yazıb onu. İstimalları yazıb. Bütün ayırt eləməyib ki, həqiqət hansıdır, məcaz hansıdır. Onlar yenə də bizə fayda vermədi ki, lüğət alimlərinin sözü. Bəli, lüğət alimlərinin sözündən bunu başa düşərik ki, ərəblər bu sözü bu mənada işlədib, amma həqiqi mənası ilə işlənib, ya məcazi istemalda işlədibdir, onu artıq ayırt etmək mümkün deyil. Ona görə də lüğət alimlərinin verdiyi məlumatlar bizə fayda verməz. Niyə? Biz istəyirik ki, həqiqəti məcazdan ayıraq, onlar deyirlər ki, ərəb bu sözü bu mənada işlədib. İşlədib bilmirik ki, həqiqətən işlədib, ya məcazən işlədibdir. Ona görə də onların verdiyi məlumat bizə fayda verməz. Şeyx Cəfər Sübhani də bunlara cavab verir, bu üsulçulara, bu iddianı eylən üsulçulara cavab verir ki, siz məsələni düzgün araşdırmamışsınız. Lüğət alimlərinin əgər bəziləri siz deyən kimi eləyibsə, qarışıq şəkildə, həqiqi və məcazi istemalları düzüb gətirib kitabında, bəli, bir çoxu bu cür eləyib. Amma bunun müqabilində bəzi lüğət alimlər də vardı ki, bizim istədiyimiz işi bizə, o istədiyimizi təqdim eləyib veribdi bizə. Nə idi o? Həqiqi mənanı məcazi mənadan ayırt eləyib. Gəl deyəcəm, məsələn, İbn Faris filan kəs kitab yazıblar və öz yazdığı kitablarında həqiqi mənanı məcazi mənadan ayırt ediblər. Həqiqi mənanı məcazi mənadan ayırt ediblər.
və qəd istuşkilə aleyhi işgal olunubdur, məcul oxuyuram. Və qəd istuşkilə aleyhi bu iddiaya irad tutulubdur. Bi enne deydənə əhlil lüğə, yəni əhlil lüğətin, lüğət alimlərinin deydəni, onların adətləri bu cürdür. Bəyanul müstəməli fih, istemal olunmuş mənaları yazıb toplayırlar. Ləl məvdu ləhvəz olunmuş mənaları yox, həqiqi mənaları yox. Yəni filan mənada bu sözü işlədiblər. Fətərə ennəhum yəzkurunə ləfzətil qaza məani əşərə. Görəcəksən, baxsın lüğət kitablarına, məsələn, qəza sözünün 10 dənə mənasını zikr eləyiblər. Və lil-vəhyi məani kəsirə, vəhy üzrə məsələn neçə dənə məna yazıblar. Mə ennəhuma leysa minəl müştərəkil ləfzi, amma biz bilirik ki, nə qəza sözü, nə də vəhy sözü müştərək ləfzi deyil, omonim deyil ki, müxtəlif vəzlərlə müxtəlif məna vermiş olsun. Onunla bir dənə vəzi var və müxtəlif yerlərdə işlənibdir. Fəla yəkunu tansisu əhlil lüğəti əlamətən lil-vəzi. Buna görə də əhlil lüğətin, yəni qrammatika alimlərinin, lüğət toplayan alimlərin verdiyi məlumatlar vəz üçün əlamət ola bilməz. Bunların iradə oldu, işgal oldu. Əqul, Şeyx Sübhani buyurur ki, mən bunların cavabında belə deyirəm. İnnə uləma-i usul ləm yulu hazəl mövzu əhəmmiyyətən nəziri fil-ittirad. Üsul alimləri ittiradda olduğu kimi burada da bu mövzuya çox da diqqətli əhəmiyyət verməyiblər. Necə ki, ittiradda olaraq etiraz elədi ki, bu məsələn haqqın verməyiblər. Tənsisu əhl-lüğə bəhsində də qrammatika alimlərinin yazdığı məlumatlara da haqqın verməyiblər. Ləm yulu əhəmmiyyət, yəni çox da diqqətli əhəmiyyət verməyiblər. Və yu'ləm zəlikə min xilal nöqtət təliyə, aşağıdakı nöqtədən bu iddiamın düzgünlüyün sübut eləmək olar. Birincisi, İnnəl məacimə vəl-qavamisə leysət əla nəhvin vahid. Möcəmlər, yəni ensiklopediyalar, dili araşdırıb, dil mənalarını araşdıran o sözlər ki vardı, vəl-qavamisə leysət əla nəhvin vahid. Fələysəl cəmi'u əla ma vəsəfuh. Deyir ki, onların hamısı, belə deyil ki, onların vəsf etdiyi kimi eyni formadadır. Fələysəl cəmi', bütün lüğət kitabları onların dediyi kimi deyil. Min zikri məvaridil istemal, ancaq və ancaq istemal yerlərini seçsin ki, filan yerlərdə işlədilibdir. Belə deyil. Bəl hunakə mən tətarraqə ilə təmyizil mənəl həqiqi anil mənəl məcazi. Bəlkə o lüğət alimlərindən bir dəstəsi həqiqi mənaları, məcazi mənalardan ayırt ediblər. Daşı kitabında yazıb ki, əsəd sözü heyvanul muftərisdə, o yırtıcı heyvanda həqiqidir, rəculun şücada isə məcazidir. Ta ki, əl-əyn sözü bulaq mənasında həqiqidir, məsələn deyək ki, qızıl mənasında məcazidir, məsələn, bu cür deyiblər, fərq qoyubdur. Bəl hunakə mən tətarrəqə ilə təmyizil mənəl həqiqi anil məcazi vəl mənəl əsli anil mənəl mütəfərrəmin. Əsil mənanı onun üzərində qurulan ikinci dərəcəli mənadan fərqləndiribdir. Və qəd əlləfə alə hazəl minval kitabəl məqais və qəd ullifə. Və qəd ullifə alə hazəl minval, bu minvalda, bu əsasda təlif olunubdur. Kitabul məqais, məqaisul lüğə kitabı yazılıbdır. O əsasda kimindir o kitab? Li Əhməd ibn Faris ibn Zəkəriyyə, əl-mütəvəffə 395. 395-ci ildə vəfat etmiş Əhməd ibn Faris ibn Zəkəriyyənin yazdığı Məqaisul lüğə kitabı buna dəlildir. Kitabul məqais ki, ən qədim kitablardan biridir. Və əsasul bəlağa lizzəməxşəri əl-mütəvəffə 538. 538-ci ildə vəfat eləmiş Carullah Zəməxşərinin yazdığı Əsasul Bəlağa kitabına nümunə ola bilər. Fəl-kitabani yu'addani min əhsəni ma ullifə fi hazəl bab. Bu iki kitab, Məqais kitabı ilə Əsasul Bəlağa kitabı bu mövzuda, yəni bizim istədiyimiz mövzuda ki, həqiqi mənanı məcazi mənadan ayırt etsin, ən gözəl təlif olunmuş iki dənə kitabdır. Əgər bir nəfər istəyir ki, bilsin ki, hansı söz nə üçün vəz olunub, harada işlənibdir, gedib Məqais və Əsasul Bəlağa kitablarına müraciət eləyə bilər. İkinci nöqtə. İnnəl im'anə fil məacimil ma'rufə əl-mütədavələ əlləti tətəkəffəl li bəyani məvaridil isti'mal. Deyir ki, hətta hal-hazırda əlimizdə çox işlək olan
dil kitabları ki vardı, lüğət kitabları ki vardı, istər lisan ərəb olsun, nə bilim deyə, digər kitablar olsun, Mucamul Vəsit olsun, hər hansı bir Mucamul Raid olsun, o kitablar ki vardı indi, lap qədimkilərlə ortadakılar, ya məsələn indi müasir dövrdə yazılan kitablar ki, mütədavildə əlimizdə tez-tez ona müraciət edirik. Əlləti tətəkəffəl li bəyani məvaridil istimal, hansı ki onlar əsasən o iddia olunan kimi istemal moridlərin yazıb, filan söz filan mənada işlənib, filan söz filan mənada işlənib. Hətta bu lüğət kitabları ki, həqiqi mənanı məcazi mənadan ayırt etməyiblər. Hətta bunlar belə bu cür vəziyyəti ilə rubbəma yusilul insan əzzəki ilə təmyizil mənəl həqiq ənil məcazi. Hətta bu formaları ilə belə zəki insanı, fərasətli, zirək insanı gətirib çıxarda bilər bir mərhələyə ki, həmən insan onun zəkası ilə, dərrakəsi ilə həqiqi mənanı məcazi mənadan ayırt eləyə bilər. Yəni ki, siz niyə görə deyirsiniz ki, lüğət kitabının faydası yoxdur? Əvvələn birinci dəstə lüğət kitabları özü ayırt eləyir. Bu həqiqi mənadır, bu məcazi mənadır. İkincisi də hətta əlimizdə çox işlətdiyimiz, məsələn, Lisan-ı Ərəb kimi kitablar, ya məsələn, Tacül Əruz kimi işlətdiyimiz kitablar ki vardı, ən geniş ərəb dilinin mənalarını izah edən, hətta bu cür kitablar belə zirək araşdırmacını, alimi gətirib bir yerə səviyyə çıxarda bilər ki, artıq neyniyə bilər? Həqiqi mənanı məcazi mənadan ayırt eləyə bilər. Şəriət, amma şərti budur ki, ən yəkunə ləhu zəvqun lüğəvi və fətanə xassa. Bu şərtinlə ki, onun qrammatik, lüğəvi bir zövqü olsun, dilə qarşı bir zövqü səlimi olsun və xüsusi bir istedad olsun, fətanəsi olsun, fətanın istedadı olsun. Məsələn, İzə rəcə ilə əl-qamus. Məsələn, qamus kitabına baxdı, müraciət edir ki, lüğət kitablarından biridir. Yərə ənəhu zəkərə lil-ləfzil qaza məani əşrə və lil-vəhi məani mütənəvviyyə. Baxdı, gördü qamus kitabında deyək, qəza sözü üçün 10 dənə məna zikr eləyib, vəhi üçün də məsələn 5-dən 6 dənə məna deyib. Lakin ləv əm'ənən nəzər, amma əgər nəzərin, diqqətin biraz dərinə aparsa, yəqifu alə ənəl cəmiyə suvər müxtəlifə li mə'nən vahid. Görəcək ki, o 10 dənə məna ki, qəza sözü üçün deyilmişdi, o elə bir mənanın müxtəlif formalarıdır. Həmin o qəza sözü elə bir məsələn deyək ki, sözdür, sadəcə olaraq müxtəlif formalarda işlənibdir. Nədir o? Və o itqanul əməl. Qaza, yəni ətqənəl əməl. İşin ən möhkəm formada gördü. Deyir, Allahın qəzavı qədəri, filan kəs qəza elədi, yəni məhkəmədə hakim belə qəzavət elədi. Deyir ki, bu qəza sözü ki var, 10 dənə məna deyiblər, əslində bir şeyə qayıdır. İş görən şəxs öz işin ən tamam, kamil şəkildə görməsi, itqan eləməsi, mutqən etməsi, ən möhkəm formada işin tamamlaması. Bunu deyirlər qaza. İndi o muvaridləri bir-bir tutuşduğuna görə ki, elə hamısı bu dediyimiz itqanul əməlin fərdləriymiş, misdaqlarıymış, yeni bir məna deyil. Və huvə itqanul əməl fi mevridil qaza, məsələn, qəza barəsində. Vəhy barəsində yenə həmçinin, vəhy bir nəfərlə pıçıltılı gizlin danışığa deyərlər. Bir dəfə deyir, Allah Peyğəmbərinə vəhy elədi, bir dəfə deyir ki, Allah mütəal bala arasına vəhy elədi, bir dəfə deyir, nə bilim, Allah mütəal Musa əleyhissalamın anasına vəhy elədi, vəhy. Görür, hamısı bir nöqtədə cəmləşir. Bir nəfərin başqa şəxsə alçaq səslə, pıçıltılı səslə bir xəbəri çatdırması ki, başqalar eşitməyib, o mənanı verəcək. Vəl ifham bi xəfa fi mevridil vəhy. Vəhy mevridində xəfa yolundan bir nəfərə bir şey anlatmağa deyərlər. Vəl baqi suvarun li hazaynil ma'nayeyn. O yerdə qalan o çox mənalı, başa düşdüyümüz o mənalarda, adın çox qoyduğumuz o mənalar əslində bu mənalara qayıdacaq. Və lizalikə yəcibu aləl fəqih mümarəsətəl məacim və mutalaətəha. Yəcibu aləl fəqihi mümarəsətul məacimi və mutalaətuha. Belə olan halda fəqihə vacibdir ki, lüğət kitabların, möcəmləri, dil ensiklopediyaların diqqətlə oxusun, araşdırsın və onu öz belə deyək, həyatda çox istifadə edən bir kitaba çevirsin. Mə'ma fiyhə minəl xələl. Bəli, onlarda çoxlu problem var, xələl var. Hər bir insanın gördüyü işdə boşluqlar, xələllər olacaq. Amma hər bir fəqihin, hər bir müştəhidin vəzifəsidir ki, öz gündəlik oxuduğu hədis kitablarının, üsul kitablarının, fiqh kitablarının yanına bir lüğət kitabında qoysun, onun gündəlik oxuduğu kitablardan olsun. Kəmutalaətül kütubil fiqhiyyə və üsul. Yəni necə ki, gündə fiqh və üsul kitablarını oxuyur, lüğət kitablarını bu cür oxusun. Hətta yuxalita ilmul lüğəti dəməhu və ləhməh. Ta ki, dil,
Yəni ərəb dili və onun qanunları, onun deyək istemalları, mənaları onun ətinə, qanına qarışsın. Əgər bir fəqih, bir müştəhid istəyirsə ki, doğrudan da gözəl fəqih olsun, doğrudan da gözəl müştəhid olsun, hökmləri istinbat edən zaman xəta eləməsin, ən yaxşı formada istinbat eləyə bilsin, gərək onda ərəb dilindən o qədər məşğul olsun ki, ərəb dilinin qanunları onun ətinə, qanına qarışsın. İndəizin yətəsənna ləhul qaza fil-lüğə. Belə olan halda artıq onun üçün imkan tapılacaq, imkan yaranacaq ki, dil sahəsində də qəzavət eləyə bilsin. Yəni dil sahəsində bir müştəhid olsun, orada da düzgün mənanı seçə bilsin. Və yuməyyizəl mənəl həqiq ənil məcazi. Ta ki gəlib həqiqi mənaları, məcazi mənalardan ayırt edə bilsin. Kəmə huvə deylənul əvail min uləmaina. Necə ki, qədim alimlərimiz bu cür idilər. Yəni o qədər işləmişdilər ərəb dilində, sanki müctehidlikləri ilə yanaşı ərəb dilində də müctehid idilər. Fəqihlikləri ilə fiqhdə, üsulda müştehid olduqları kimi elə ərəb dilinin qanunlarında da, onların sözlərinin mənasında da müctehidə çevrilmişlər. Niyə? Çünki çox işləmişlər o sahədə. Kim kimi? Kəs-Saduq vəl-Mufid, Şeyx Saduq kimi, Şeyx Müfid kimi, Seyyid Mürtəza kimi, Şeyx Tusi kimi, Şeyx Təbərsi kimilər hamısı eyni zamanda ki, müştehid idilər, fəqih idilər, din alimləri idilər. Eyni zamanda da dil sahəsində, qrammatika sahəsində, sözlərin mənası sahəsində son dərəcə savadlı alimlər idilər. فَكَانُوا ذَوِي بَاعٍ طَوِيلٍ فِي اللُّغَةِ قَبْلَ أَنْ يَكُونُوا فُقَهَا. Hətta fəqih olmamışdan qabaq dil sahəsində həddən artıq gözəl və güclü bacarıqları var idi və bu sahənin mütəxəssislərinə çevrilmişlər. Yəni müctehid olmamışdan qabaq dil sahəsində, qrammatika sahəsində, sözlərin mənası sahəsində özləri böyük alim idilər. Üçüncüsü, İnnəl əvailə min mudəvvini əl-lüğə. Çox ən qədim alimlərdən ki, lüğət alimləri sayılıblar və lüğət sahəsində qələmlərin sınayıblar. Kəl Xəlil ibn Əhmədil Fərahidi. Məsələn, Xəlil ibn Əhmədil Fərahidi rıdvanullahi aleyh. El-Mütəvəffa sənət 170 hicri. Hicrətin 170-ci ilində vəfat edib. Təxminən İmam Musa Kazım əleyhissalamın zamanında vəfat edib. Vəl-Cəvhəri el-Mütəvəffa 299-da vəfat eləmiş Cəvhəri kimi. Qad əxəzu kəsirən minəl məani min əlsuni sükkanil bəvadi. Həmən bu alimlər, yəni Xəlil ibn Əhməd el-Fərahidi kimi, Cəvhəri kimi qədim lüğət alimləri sanki səhraları dolaşırdılar, ərəb qəbilələrin gəzirdilər və onların dilindən o sözləri götürürdülər. Əl-ləzīnə qatanu əl-cəzirəl ərəbiyyə. Qatanu səkanu. Onlar ki, həmən o ərəblər ki, ərəb yarımadasının müxtəlif bölgələrində sakin idilər. Yəməndə, nə bilim, İraqda, ya Hicazda, Səudiyyədə, nə bilim, Bəhreyndə, Kuveytdə, indi bu ölkələr ki, biz ərəb ölkələr deyirik, onun müxtəlif sahələrində yaşayan ərəblər idilər. Təbii ki, onda bu cür ölkələr yox idi. Onda vardı Yəmən, Hicaz, İraq və Şam. Təxminən belə deyək, ərəb ölkələri 4 qismə sanki bölmüşdü. Yəmən idi, Hicaz idi, İraq idi və Şam idi bu cür. Həmən bu ərəb yarımadasının müxtəlif bölgələrinə ki, yayılmışdılar. Lüğət alimlər bir-bir gedirdi o qəbilələrdə, o kətlərdə, nə bilim, o şəhərlərdə yaşayan insanların dilindən öyrənirdi və yazırdı. فَإِذَا أَخْبَرَ الْخَلِيلُ فِي كِتَابِ الْعَيْنِ أَمَّا سَمِعَهُ مِنْ سُكَّانِ الْبَوَادِ. Deyir, məsələn, Xəlil indi getdi, Xəlil ibn Əhməd el-Fərahidi rıdvanullahi aleyh ki, Şiənin iftixarlarından biridir. İlk dəfə ərəb dilini, lüğətin yazan Şiə olubdu və Xəlil ibn Əhməd el-Fərahidi olubdu ki, Allah ruhunu şad eləsin və belə deyək, zalim hökumətində o saraylarına satılmayıb. Ölənə qədər fəqir, çətin yaşasa da belə dinindən, imanından əl çəkməyib. Dəfələrlə bu sözü iftixarına demişik. Burada da qeyd eləyək ki, həm kişinin ruhu şad olsun, həm də ki, əziz qardaşlarımız ki, sözümüzü eşidirlər, onlarda bir ibrətamiz söz olsun. Xəlillə dedilər ki, Xəlil, Əli əleyhissalamın imamətinə dəlilin nədir? Özü ki, çox böyük dil alimi, dilçi alim idi. Bütün Əli əleyhissalamın imaməti bir cümlədə sıxışdırdı. Dedi ki, Hacetul kulli ileyh ve istighna'uhu anil kul delilun ala ennehu imamul kul. Hamının ona ehtiyacı ve onun heç kəsə ehtiyacı olmamağı dəlildir ki, onun hamının imamıdır. Hamı ona möhtacdır, o isə heç kəsə möhtac deyil, deməli o hamının imamıdır. Görür doğrudan da elm sahəsində, fiqh sahəsində, qəza sahəsində, hər bir yerdə, döyüşdə hamı Əli əleyhissalama möhtacıdır. Xəlifələr də, qeyri-xəlifələr də. Amma Əli əleyhissalam ki, özü heç kəsə möhtac deyil, demək o hamının imamıymış. Nəysə, فَإِذَا أَخْبَرَ الْخَلِيلُ فِي كِتَابِ الْعَيْنِ
amma semi'ahu min sukkanil bəvadi. Əgər Xəlil badiyədə yaşayan hər hansı bir qəbilənin dilindən bir söz eşitdi və yazdısa, yusaddaq kama yusaddaqu qawlu fi nahv. Necə ki nəhvdə Xəlilin sözün hüccət bilirik, eləcə də lüğət sahəsində də deyəndə ki filan sözün mənasını ərəblər filan mənada işlədir, gərək qəbul eləyək. Necə ki deyirdi ki, əgərsə məsələn deyir söz filan halda olsa gərək mərfu oxuyasan. Xəlil məsələn belə deyir. Deyir ki, əb sözü əgərsə kanənin ismi olsa gərək deyirsən kanə əbuhu. Qəbul eləyir. Xəlil deyib deyir qəbul eləyir. Xəlil yəni Sibaveyhi müəllimi. Necə ki deyir Xəlilin sözün qrammatikada qəbul eləyir, nəhvdə, sərfdə qəbul eləyirsə, onda lüğətdə də qəbul edir. Xəlil deyir ki, eşitdim ərəb qəbiləsi filan sözü filan mənada işlətdi, gərək qəbul eləyək. Deyir ki, necə ki kəma yusaddaq qawlu fi nahvi və sərf vəl ərud. Nəhvdə, sərfdə, əruzda sözü qəbul olunduğu kimi gərək onda lüğət sahəsində də qəbul eləyək. Və qeyriha minəl ulumil ərəbiyyə və digər ərəb dillərində olduğu kimi. Deməli onda lüğət alimi hər hansı bir sözü gətirərsə, vəzifəmizdir ki, onda onun sözünü qəbul eləyək. Deməli onda Şeyx Sübhani bunların hamısından bunu demək istəyir ki, üsulçular düz başa düşməyiblər. Lüğət alimlərinin sözü də bizim üçün əlamət ola bilər. Vəzi tapmaq üçün əlamət ola bilər. Həqiqəti məcazdan ayırt edən yollardan biri də lüğət alimlərinin sözüdür. Bu şərtindən ki, bir müctehid onlarla işləməyin yolunu bilsin. Elhamdülillahi Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.